mənim qayda qanunuma həqiqətdə də qayda qanunuma hansı müsbətdir, mənfidir, onu cəmaatdir, bəzəndirədilər, bu deyədilər, amma o yadımdadır ki, hamı hörmət edir, müsbət qəbul elədiklərinə görə dəyişər. İnsanlar da hörmət sizə satıyor, amma bu oradan da səndən uşaqların da psixologik müəllimə, məktəblərdə olan münasibət. Çox, çəkilmə deyəmlər, o vaxtı məni razı salırdı. Həm cəmaatın valideynlərin, həm də uşaqların təhsilə, intizama olan münasibət. Arada bəzi xatirələr qalır, uşaqlar tanışlar. Bunlar bağlar hamısı, mən belə şey olmasa bir xatirə də danışırdım. Sonra onların hamısı mən güman edirəm, müsbət kimi, qəbul edilir kimi xatirələrdə qalıb o gülüş doğru, xüsusi gülüş deyəndə mənada, müsbət mənada, ondan sonra humanistik mənada şimdi artıq o daha möhkəm qəbul edilir. O ki, yada gətirdikcə hesab edir ki, elə lazım. Elə olmasaydı, bəlkə də başqa bir istiqamət alabilir. Şahlığı bəlkə bizə mənim təhsil göstərir, bir müsbət təhsil göstərir. Orada deyir ki, tək də olsa, bir nəfər də olsa, iki nəfər də olsa, mənim rastıma elələri, həmin uşaqlıq uyarlığı ilə, uşaqlıq münasibəti ilə qalanlar da. Azlıqlar da olar. Var. Onlar, yəqin ki, sizin qruplarda olmuyor, burada görünmürlər, başqa siniflərdə olur. Eləsinə də rast gəlirəm. Yəni, onlar bir başqa bir münasibət